Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə pendirli peçenyeler hazırlayacağım. Bunun üçün bizə lazım olacaq bir yumurta, bir armud stəkanı qatıq və yaxud da süd. Amma qatıqla daha dadlı alınır. Bir armud stəkanı duru yağ, bir çay qaşığı duz. Bunları biraz qarışdırıram. Üzərinə bir stəkan ağ pendir belə ovmuşam. Duzlu pendirdir. Bir armud stəkanı rəndədən keçirilmiş Holland pendiri. Bunları da biraz qarışdırıram. Və üzərinə bir dəstə hansı göyərtidən yəni xoşunuz gəlirsə, dadı hansının xoşunuza gəlirsə onu əlavə eləyə bilərsiniz. Məndə burada şüyüdlə kişnişdir. İkisi bir yerdə bir dəstə. Bunu da əlavə eləyirəm. Üzərinə isə 2 stəkan un əlavə eləyirəm. Və bir paçka qabartma tozu. Və xəmiri əlinə yoğururam. Lazım olsa biraz un yenə əlavə eləyirsiniz. Məndə hardasa 2 xörək qaşığı yenə lazım oldu. Bir yerdə 2 stəkan 2 xörək qaşığı un lazım oldu. Belə bir xəmir alınır, balaca kündələr eləyirsiniz və yağlı kağız sərilmiş tavaya düzürsünüz. Bu ölçülə məndə 23 ədəd peçenye alındı. Belə yumrulayıb qoyuram. Və üzərinə bir yumurtanın sarısını biraz belə qarışdırıb sürtürüm. Bir çay qaşığı qədər su da qata bilərsiniz yumurtanın sarısına. Və 180 dərəcə qızdırılmış sobada bişirirsiniz. Baxın, belə üzəri və altı qızarana qədər bişməlidir. İçi də bişir, çox dadlı alınır. Siz də hazırlayın. Nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və mənə şərh yazmağı, dəstək çıxmağı unutmayın. Çox sağ olun.